7-ci hissə. Fərqli olmaq. Günlərin bir günü Hirkanın xalası oğlu Mərd Hirkangilə qonaq gəlmişdi. O həm yaşca kiçik, həm də çox şirin idi. Hirkan onunla birlikdə parka çıxdı. Onlar parkda şahmat oynamağa başladılar. Az sonra parka Bəyaz gəldi. Salam Hirkan, necəsən? Dostumuz kimdir? Tanış eləyərsən? Yaxşıyam, sən necəsən? Tanış ol, bu mənim xalam oğlu Mərddir. Tanış olmağıma şadam. Tanış olmağıma şadam. Mənim adım isə Bəyazdır. Baxıram gözəl oyun gedir. Mən də baxım udanla oynayım sonra olar. Hər iki tərəf düzgün gediş etməyi düşünürkən, sağ tərəfdən Yumaq da qoşuldu izləyicilərin arasına. Salam dostlar, əhvalınız necədir? Əla, bax bu şahmat dahisi Hirkanın xalası oğlu Mərddir. Tanış olmağıma şadam. Mənim də adım Yumaqdır. Mən sizə mane olmayacağam. Sadəcə olaraq baxacağam. Yenə səssizlik oldu. Gələn səs yalnız fiqurların taxtaya qoyulduğu an çıxan tak-tak səsləri idi. Artıq oyunun çox hissəsi getmişdi. Qalibin müəyyən olmasına az zaman qalmışdı. Birdən uzaqdan bir top gəlib düz şahmat taxtasının üzərinə düşdü Nədir belə? və bütün fiqurlar yeri açdı. Hər kəs şokda idi. Salam uşaqlar. Gəlin futbol oynayaq. Baxın, mən yeni top almışam. Sən neynədin? Biz bir saat da oynayırdıq, qalibi müəyyən eləyəcəkdik. Sakit ol Hirkan, olan oldu artıq. Niyə hirslənirsən Hirkan? Gəlin futbol oynayaq. Bu kimdir belə? Dur gəl sən də bizlə oyna. Mən futbol oynamıram. Niyə? Çünki oynaya bilmirəm. Narahat olma dostum, mən sənə öyrədərəm. Şabalıd, görmürsən Mərdin fiziki məhdudiyyəti var? O müalicə alır, fizioterapiyaya gedir, gələcəkdə yeriyəcək. Bax onda futbol, voleybol, başqa hər nə oyun istəsə oynayacaq. Bundan başqa biz şahmat oynayırdıq, sənsə mane oldun. Bağışlayın, mən başa düşmədim. Şahmatı da sevmirəm deyə düşündüm, bəlkə siz də darıxırsınız. Ona görə sizə dedim. Heç nə olmaz. Şahmat çox maraqlı oyundur. Sadəcə ağıl işlətmək lazımdır. Vəssalam. Axı, niyə belə oldu? Udanla mən oynayacaqdım. Mənim yadımdadır fiqurlar necə dayanmışdı. Düzəldim, baxın, oyuna davam eləyin. Əladır uşaqlar, başlayın görək. Oyun mənimdir, mən uduza bilmərəm. Ona elə baxarıq mənim dostum. Bayaqdan hadisəni izləyən Alacanın səsi. Yadınızda saxlayın, dostluq və anlayış çox vacibdir.